Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün də sertifikasiyaya düşən müsahibə suallarının bir neçəsinin izahı ilə gəlmişəm. Qeyd edeyim ki, Coşqun müəllimin yenilənmiş 3-cü nəşr müsahibə kitabını əldə etməyi unutmayın. Həm imtahan üçün, müsahibə imtahanı üçün, həm də sonradan lazım olacaq bir kitabdır. Kitabı əldə etmək üçün 051 580 94 28 nömrəsi ilə əlaqə saxlayıb kitabı əldə edə bilərsiniz. Gəlin keçək suallarımıza. Və belə. 7-ci sualına davam edirik. Şagird zəif nəticə göstərəndə nə edirsiniz? Baxın, bu suala iki aspektdən baxa bilərik. Əgər şagird həmişə zəif nəticə göstəribsə və bugün də zəif nəticə göstərirsə, bu tip uşağa başqa cür yanaşırıq. Yox, əgər şagird həmişə fəal olub, gözəl uğurları var, gözəl nəticələri var, lakin bugün pis nəticə göstəribsə, bu tip uşaqla başqa cür işləyirik, başqa cür yanaşırıq bu uşağa. Gəlin baxaq. Əgər şagird hər zaman yaxşı nəticə göstəribsə, bu dəfə zəif nəticə verirsə, öncə bunun səbəbini araşdıraram. Təbii ki, biz formativ qiymətləndirmədə portfolio metodundan istifadə edirik. Yəni, şagirdin əvvəlki nəticələri, il boyu, ay boyu işlədiyi testlər, tapşırıqlar, verdiyi cavablar o portfolioda öz əksini tapır. Və biz dərhal portfolioya baxırıq. Əvvəlki dərslərdə davranışları, dərsə cavabı, dərsdəki nailiyyətlərinə baxardım. İndiyə qədər zəif nəticə olmayıb, indi zəif nəticəsi varsa, bunun səbəbini araşdırardım. Və baxardım ki, bu hal şagirdin ailəsi ilə bağlıdırmı? Əgər şagird xüsusi risk qrupuna daxil, ailəsində problemi olan şagirddirsə, bunu araşdırıb psixoloji söhbət edərdim və yaxud da psixoloqa müraciət edərdim ki, bu hal davamlı olmasın. Yox, əgər bununla bağlı deyilsə, siniflə bağlıdırsa, uşağa hər hansısa bir sinifdə yoldaşları tərəfindən təzyiq varsa və yaxud da bullyinqə məruz qalırsa uşaq, yenə onunla şəxsi söhbət aparardım və yaxud da psixoloqa müraciət edirdim. Yəni, hər iki halda ailəsi ilə problemi varsa və yaxud da sinifdə yoldaşları ilə problemi varsa, müəyyən şiddətə, təzyiqə məruz qalırsa, hər iki halda biz özümüz uşaqla söhbət aparırıq. Yox, əgər alınmırsa, mütləq şəkildə psixoloqa müraciət edirik. Yox, əgər bu situasiyaların heç biri deyilsə, yəni nə ailə, nə sinif yoldaşları ilə problem yoxdursa, sadəcə günlük bir boşluq yaranıb və nəticə etibarilə uşaq tapşırıqdan zəif nəticə əldə edibsə, bu halda uşağı yüngül tənbih etmək lazımdır ki, bu proses davamlı olmasın. Digər aspektdə, əgər şagird həmişə zəif nəticə göstərirsə, bugün də zəif nəticə göstərirsə, hər zaman nə edirdimsə, bu dəfə də onu edərdim. Yəni, şagirdə çalışardım ki, düzgün rəy verim. Düzgün istiqamət verim ki, şagird artıq zəif nəticə göstərməsin və yaxud da şagirdə sinifdə imkan yaratmaq lazımdır, kiçik bir uğur əldə eləsin. Təbii ki, onun səviyyəsinə uyğun sadə bir sual veririk və şərait yaradırıq ki, bu suala o cavab versin və həmin bu kiçik bir uğuru şişirdirik. Baxın, bu qədər sinifdə fəal uşaqlar var, onlar cavab vermədi, sən nə cür tapdın, tez bir şəkildə onlardan tez bir cavab verdin. Yəni, hər dəfəsində belə kiçik bir sadə suallarla onun cavabını, uğurunu şişirdib, onu oxumağa sövq etmək lazımdır mütləq şəkildə ki, uşaq da artıq zəif nəticə göstərməsin. 8-ci sualla davam edirik, yoldaşlar. Deməli, sinifdə yazıb oxumaqda çətinlik çəkən şagirdlə təlimi necə tənzimləyərsiniz? Bu hal daha çox ibtidai sinif müəllimlərinin başına gəlir. Yəni, aşağı siniflərdə, 1-ci, 4-cü sinif həcmində şagirdlərdə oxuyub yazmaq problemi var və yuxarı sinifə qalxdıqca isə 5-ci, 6-cı siniflərdə bu hal sezilir. Bu halla rastlaşdıqda həmin şagirdlə ilk öncə dərsdən sonra fərdi məşğul olaram. Həmin şagirdə mətnlər verərəm, oxumağa, onu dəftərinə köçürməyi tapşıraram.
Yazıb oxumaq, yəni həm mətni oxusun, həm də düzgün dəftərinə yazsın. Baxın, üzdən köçürmə prosesi deyirik buna. Üzdən köçürmə nədir? Oxuyur, hecalayır, söz. Hecalayır, həmin o hecalı şəkildə də dəftərinə köçürür. İkili proses yaranır burada. Bu zaman həm oxu, həm də yazı bacarığını formalaşdıraram. Dərs prosesində də şagirdlərə mane olmasın deyə bütün şagirdlərə oxumaqla bağlı başqa tapşırıq verəndə həmin şagirdə qısa-qısa 2-3 cümlə yazıb oxumaq mətni verərəm. Dərsdən sonra da eyni zamanda fərdi məşğul olurduq. Və beləliklə həmin şagirdi də digər şagirdlərin səviyyəsinə gətirib çatdırıram. Baxın, dərsdir. Bütün sinif şəklində uşaqla dərsi keçirik. Amma bir də onu ilə əlavə məşğul oluruq ki, gəlib o əlavənin sayəsində, o fərdinin sayəsində gəlib sinifin səviyyəsinə çata bilsin. Yəni, dərsdən sonra fərdi məşğul olaram desək, doğru olar. Amma dərs zamanı fərdi məşğul oluram demək düzgün deyil. Bilirsiniz niyə? Mən bütün sinifi atım, oxuma yazma bacarığı zəif olan və yaxud da heç olmayan uşaqla başlayın məşğul olmağa, bəs bütün sinif olmayacaq. Natarazlıq yaranacaq. Ona görə bu tip suala deyirik ki, dərsdən sonra uşaqla fərdi məşğul oluram. Dərs ərzində yox amma. Dərs ərzində uşaqlara nə cür tapşırıq verirəmsə, onun bir üst-alt modeli olaraq, sadə bir model olaraq 2-3 cümlədən ibarət ona bir tapşırıq verirəm ki, bunu köçürt. Ki, gəlib çata bilsin uşaqlar. Çünki o 2-3 sətri ancaq gəlib çatdıra biləcək. Onlar bir mətni köçürdüyü halda o 2-3 cümləni həmin vaxta gəlib çatdırıb uşaqlarla tarazlayacaq vaxtı. 9-cu sualdan davam edirik. Valideyn sizi tənqid edərsə nə edərsiniz? Tənqid edərsə nə edərsiniz? Müəllimə yaraşan nədir? Olunan tənqidlərə açıq olmaq. Həm də müəllimin etik davranış qaydalarında mədəni etik davranış qaydası var. Orada deyilir, müəllim ona olan tənqidləri düzgün qəbul etməli və ondan düzgün nəticə çıxarmalıdır. Ümumiləşdirsək, belə cavab veririk. Valideyn gəlib məni tənqid etsə, sona qədər səbirlə valideyni dinləyərdim. Daha sonra valideyn getdikdən sonra valideynin tənqid etdiyi hissələri özümdə düzəltməyə çalışardım. Yəni biz valideyni diqqətlə dinləyirik. O gedəndən sonra onun dediklərini özümüzdə analiz aparırıq və o valideyn baxışından prosesi düzəldirik. Psixoloqa hansı hallarda müraciət edirsiniz? Hansısa şagirdin zaman özünə qapandığını gördükdə, depressiyaya düşən şagird gördükdə, sinifdə davranışları ani, qəfil dəyişən şagird gördükdə, bullyinqə məruz qalan şagird gördükdə, şagird davamlı olaraq dərs prosesini buraxanda psixoloqa müraciət edirik. Baxın, bu sadalanan bütün hallar yekunda psixoloqda bitməlidir. 11-ci sual. Dərsi vicdanla keçirsinizmi? Fikrinizi əsaslandırın. Baxın, qətiyyən demək olmaz ki, mən düşünürəm ki, mən dərsi vicdanla keçirəm. Bu düzgün cavab deyil. Ümumiyyətlə, bəzi feillər var ki, onu şübhəli hal yaradır və bunu demək olmaz. Bu feilləri işlətmək olmaz. Mən düşünürəm ki, yox. Deyəcəyik ki, mən dərsimi vicdanla keçirəm. Bax, bu cümlə olmalıdır. Düşünürəm ki, sual yaradır. Əlavə sual yaradır. Mən dərsimi vicdanla keçirəm. Çünki aydınlıq gətiririk. Müəllimin etik davranış qaydalarında da var vicdanlılıq prinsipi. Fikrinizi əsaslandıranda nəyə əsasən deyə bilərsiniz ki, mən dərsi vicdanla keçirəm, sualı yaranarsa, jüridən bu sual gələrsə və o zaman belə cavab veririk. Mən hər şagirdimlə fərdi, fəxri yanaşıram, diferensial yanaşıram,
Buna görə də mən dərsimi vicdanla keçirəm. Hər bir şagirdə dərsdən sonra ehtiyac olarsa fərdi yanaşıram. Şagirdlərin maraqlarını nəzərə alıram. Təhsildə bərabər imkanlar yaradıram. Təlim nəticəsinə gündəlik olaraq çatırıq və çatmağa çalışıram. Və mən buna görə də düşünürəm ki, mən şagirdlərimlə dərsi vicdanlı formada keçirəm. Şagird yönümlülük prinsipinə əməl edirəm. Şagirdlərin maraqlarını nəzərə alıram. Şagirdlərimlə sinifdə subyektiv, obyektiv prinsipi yox. Bilirik ki, bu kurikulumda əsas götürülmür. Subyekt prinsipini qoruyuram. Yəni, şagirdlər dərsin obyekti yox, dərsin subyekti olurlar və buna görə də mən dərsimi vicdanla keçirəm və mən dərsimi səmərəli keçirəm deyə bilərəm. Və fikrimizi belə əsaslandıraraq müəllimin etik davranış qaydalarında vicdanlılıq prinsipi var və mən ona görə də müəllim vicdanlıq nümunəsi olmalıdır və bu müəllimin borcudur. Bəli, bu müəllimin borcudur. Yoldaşlar, mütləq şəkildə kanalımıza abunə olmağı, videonu bəyənməyi unutmayın ki, gələn videolarda özü avtomatik şəkildə gəlib sizin səhifənizə düşə bilsin. Qayıdıram tez müsahibə kitabına. Müəllimlər, bu kitabı alsanız aldanmazsınız. Deyirsiniz ki, müəllimə tərifləyir, yox. Mütləq şəkildə alın. Mən izahlar verdikcə, Coşqun müəllim izahlar verdikcə mütləq şəkildə bu kitab sizin əlinizin altında olsun ki, rahat şəkildə özünüz üçün izaha qulaq asarsa, öz əlavələrinizi ora qeyd edə biləsiniz ki, rahat imtahanda da rahat olsun sizə. Dinlədiyiniz üçün minnətdaram.